Görürsən ki, sən birinə bağlanmalı deyildin, getdin bağlandın. Bir şeyə bağlanmalı deyildin, bağlandın. Hə? Sonra bəla qayçısı gəlib onu ağırda kəsir. Sən o bəlanı özünə özün yaratdın. Çünki sən bu dünyadan köçəndə bağlılıqlardan azad getməlisən. Allah görür ki, sən özünü bağlayırsan. Bir dərə bəla göndərir, qayçı kimi kəsir. Qayçı da elə bir damarı kəsəndə adam necə olar? O damarlar, o ruhdan çıxan o çıxıntılar kəsilir bəlalarla. Bir-birinə bağlanıb yersiz, o bağlandığı adamdan 100 cür saymamazlıq görəcək. 100 cür hörmətsizlik görəcək, dərd çəkəcək. İndiki cavanların da çox əsas problemlərindən biri. Həddən artıq bağlanırlar, sonra da istirab çəkirlər. Nələrdənsə qopmağın istirabını çəkirlər. Sən əvvəldən niyə buna bağlanırdın ki, sonra da bu qədər ondan sayğısızlıq görəsən? Ağırda qopardılar insanı. Adamın həyatında əziyyət.